atanız gözəldir ya ananız. Mən anama oxşamışam. O, Afiq Orucov. Afiq, salamlayıram səni. Gedə bildin? Ay, Afiq, bir yaz görüm. Afiqlə o gün Bitiyaqda qəşəng bir toy yapardıq. Gözəl bir ailə idi. İlahi, necə gözəl insanlar idi. Buradan salamlayıram Bitiyaq şəhərini. Nazim müəllimin ailəsi, elə onun qudaları. Çox adam, yaxşı insan görəndə adam sevinir ki, nə yaxşı belə dəyərli insanların toylarını oxuyuram. Çox sağ olun. O qədər gözəl sözlər bugün yazırsınız, valla. Canlını bağlamalıydım, bağlaya bilmirəm. Çox sağ olun Seva xanım, öpürəm sizi. Tovuza da salamlar. Çox sağ olun. Həsənov Talib, ölüb, Allah rəhmət eləsin. Sağ olun. Qubaya da salamlar, Pərviz bəy. Hə, Bakıdasan Afiq, hə, lap gözəl. Maşallah, Afiq də ki, göz qaytarır, deyir. Grip olmuşam biraz, hələ grip fadiyə segah oxutmuşam, Afiqə. Maşallah olsun Afiq. İnşallah toylarımız çox olsun səndən bir yerdə. Mən bu sezon Moskvada toyum bu ay, aprelə 5-6 dənədir dostlar. Ən çox başqa şəhərlərdəyəm. Uçuşlar da bir suyundan başlayır demək olar. Ən çox əvvəldən götürürəm deyə kənar Moskva toyları sonra gəlir. Hamı da istəyir 5-6 bazar eləsin. Sağ ol Afiq, çox sağ ol, var ol. Videolarımızdan paylaşacağım. Məndə var. Videolardan paylaşacağım. Sadəcə olaraq bu saç makyajımı donumuz adı göstərmək üçün 1-2 video qoydum. İndi arada boş günlər olanda paylaşacağım. Canlaşdığım telefondaydı. Videomuzu göstərmək istəyirdim, oxuduğumuzu. TikTok açdığım. İnşallah Aysel xanım. Öpürəm, Allah mübarək eləsin. Qoca qartal oxu deyir mənim üçün. Görün qoca qartalı necə yaratmışam. Yeni qoca qartaldır. O toyda nəsə oxumadım bunu. Hə, orada fonogram oxumadıq. Bir dənə axırda bəlkə, hə, bir dənə, 2 dənə. O, uje danışdığımı qoyublar. Afət Fərman qızı toyda davul çalan qızlardan da. İndi danışdığımı qoyublar. Baxırsınız, ay dostlar. Görürsünüz. Ayda, çay nətər hürüldədirəm. Vay, səni yanasan, ay sizin şou. Hamınızı salamlayıram. Sabahınız xeyir olsun. Gözəl dostlar. Biraz axıra fırlayım. Ən başda zala gəldim. Afiq, bilirsən nəyə deyirdim? Sən də gec qoşulmuşsan. Bu toyda ki, davulçu qızlar gətirirlər. Azərbaycan xanımları da. Bunu gətirirsiniz, gətirin də, qoy o qızlar da pul qazansın. Bunu aparıb bir dəstə kişi oynayır piyan. Hamı da bilir ki, puldan ötürü. Adam da toyda puldan ötürü. Azərbaycan xanımını. Bu şey oxşadı, o Hind kinosu var deyil, Abdullada o kişilərin içində qız oynayır ha. Nəsə elə bir şey səhnəcik. Onu kişilərin içinə, piyan kişilərin içinə puldan ötürü davulu əlinə verib nəsə alırsınız içəri. Bunu mən, indi bunu hər yer yazacaq. Mən tərəfində deyiləm belə şeyin. Var ol. Ay qartal, adını orada qoca qartal elə. Yəni mən bunu demişdim, indi onu paylaşıblar. Sizin şovu, buradan salamlayıram sizin şovunu. Operativ, milli şov da elədi əslində. Hə, o düz hərəkət deyil. O xanımları qınamıram. Ailə saxlayırlar yəqin ki, çörək qazanmaq istəyirlər, amma rozunu o cür qazanmırlar. Yəni, davulu çal, oxuyanın heç olmasa yanında dayan, muskantların qabaq hissəsində. Bizim davul çalan oğlanlar var. Deyirəm, get kişilər istəyir, ora gedəsən. Özləri çağırırlar, getmirlər. Qız isməti, qız abır həyası var bizim davulçularda, kişilərdə. Getmirlər. Bakıdan yoxunun bir dəstə gətirmişdilər. Mən də toya getmişdim, həmin toya. Qızlar düşdü, şey yoxşadı, toy. Dəli Kür filmi, Dəli Kürdür də, Dəli Kürdə. O bir dənə mənzərə var. Onun kimi bölüb dedim, mən hara gəlib çıxmışam. Çölü göstərək, çox maraqlıdır. Hə, göstərərəm. Çox sağ olun, qartal. Adınızı orada bir qoca qartal eləyin. Mahnımın adını yaşadın. Onu danışmışdım, Fako Abbasov. Toyun olur, hə. Nə yazıb? Aliyev. Başa düşənmədim canım mən. Ölürəm də, ay Afət xanım. Yox canım, vallahi mən düzün deyirəm, ay Heyran xanım. Pis mənzərədir. Mən istəyirəm ki, o xanımlarımız düzdür, ədəblər kanlı geyinirlər. İndi bir də bəzi saz çalanlar, inciməsinlər, çoxsu da dostlarımdır.
Cavan oğlanlarsınız, sazı götürüb, yoxdur sazla gir kişilərin içinə. Zaten 5 qazanma 4 qazan. Normal qazan. Yanına qız almısan, bu mədəni surətdə bu şeyə oxşuyur. Adını burada deyə bilmirəm. Bu kişilərin nə bilim nə o qadını yanına salıb kişilərin içinə salmağı puldan ötürü düz hərəkət deyil. Ay saz çalanlar. Hamı qazanmaq istəyir də. Yox, bunun məqsədi budur ki, bunu eləyənlər dostlar. Kişilər bu qızlara baxıb utanıb pul verəcək ya da ki, piyan kişi də başı gicəllənəcək, belə xoşuna gələcək. Yəni məqsəd, iki məna var. Ya utandıracaq, qızı qabağa verəcək, kişi olsa da olmasa da borc götürüb toya gəlibsə də pul verəcək. Ya da ikinci mənası budur ki, bu piyan kişidir, qıza bax, qızdan xoşu gəlib pul verəcək. İkisinin də mənası pisdir. İkinci lap pisdir. İkincinin mənası lap pisdir ha. Çox pis mənzərədir. Mən adını burada deyəmirəm. Müşfiq bəy, siz gecikmişsiniz, biz onu absurdat elədik. Canım mənim, davulçulardan danışıram. Burada priçom sənin yazdığın. Mən davul çalan xanımlardan danışıram ki, hələ bir vaxtda var idi, ayağında kanki sürə-sürə toyun içində skripka çalırdı. Birdən vurur toyun içində belə. O da lişni bir şeydi, nə bilim. Yəni ona ev yoxdur, yerində dayanıb orada-burada. Davul çalır, getsin xanımların içinə girsin. Davulçu qızdırsa. Levent bəy, onu danışmışam, o köhnəldi o mövzu. Onu izləyicilər... Ay dostlar, Leventə cavab verin. Levent deyir ki, Afət xanım, bir doğan konsert verdi. Leventə cavab verin, o konsert idi, yoxsa nə idi? O, qoca qartal, hansı şəhərdəsiz? Moskva. Laçınlar pulunu verdi. Əlbəttə, Laçınlar pulu verməyə, demir ki, vermirəm. Laçınlar pulu verdi hələ artıqlaması ilə. Sadəcə biraz gec verdi. Hər dəfə yazırsınız. Mən də istəmirəm o temaya qaydım. Çox da gözəl insanlar idi. Prosta biraz orada Fədai xanım zarafat eləyirdi. Zarafata dediyi sözü. Mən də toy bitibdi. Zarafat da deyəndə verməyəcəyi zarafatla deyirdi. Verirdilər, gec verdilər. Buydu məsələ. Maral xanım, bic doğmağa yanıram ki, mən niyə bic doğmuram? Hə, ona paxıllıq edirəm, düz deyirsən. Bic doğmağa, bir də fonoqrama, bir də şeyə, süni şeyə, bir də küçə mahnılarına çox paxıllıq edirəm, ay Maral xanım. Düz deyirsiniz. Başqasının ərindən bic doğmağa çox paxıllıq edirəm. Dəhşət, dünyada nümunəvi bir hərəkətdir, hadisədir. Dəhşət, heç kim eləyə bilmədiyi bir şeydir. Süni, yəni saç, süni çənə, süni yanaq, süni qulaq, süni burun. Bilmirsiniz nədir? Fikir verməyin, deyirək. Qadındır, qadın adına ləkədir canım. Qadınlara haqsızlıq eləməyin. Bizim o qədər qeyrətli qadınlarımız var. Siz gözəl xanımların haqqına girməyin. Ay xanım deyir, o kimdir bir uşağın maması? İzləyicilər bilir canım, sən bilməsən də olar. Yox, mənim heç yerdə konsert, mənim hər gündür konsertim, sabah da konsertimdir, YouTube'da canlı yayımlanacaq və mən neyinirəm ki, sizə pulsuz dəvətnaməni payla, gəl orada. Orada məqsəd şəkilləndirdiyi bədəni göstərmək, təzə don, qaynaq saz, yəni başqa mən bir şey görmədim, sənət görmədim. Orada konsert vermək üçün canlı oxumaq lazımdır. Konsert budur, canım mənim. Çox sağ olun. Sabahları mənim konsertimdir. Rəsul bəy Pitəxə də salamlar. Pitəx şəhəri çox qonaqpərvər, oradakı Azərbaycanlıları salamlayıram, öpürəm. Var olun, Allah Taala hamınızın ailənizə toy qismət eləsin, biz də gələk oxuyaq. Sabah konsertimdir. Sabah sizi pulsuz konsertimə canlı-canlı baxmağa dəvət edirəm YouTube kanalımda. Axşam saat Bakı vaxtı ilə 7-dən sonra canlı açacağam. Amma canlı oxuyacağam ha. Və istəyirsiniz qayd eləyərsiniz, istəyirsiniz baxarsınız, telefonu açıq qoyarsınız. YouTube kanalıma da indidən abunə olarsınız. O, Rafael Tovuzlu, Surqut şəhərinin qabaqçıl musiqiçilərindən. Rafael, salamlayıram səni. Emilgillə də o gün yaxşı toy apardıq. Onlar da ilk dəfə idi toya düşürdüm, ya ikinci dəfə idi.
Onları da kəşf elədim. Orada gözəl musiqiçilər var imiş. Adətən elə şəhərlər var, adını deməyəcəm, elə zəif olur musiqiçilər. Amma Surgut tərəfə gedəndə Moskvadan ehtiyac yoxdur musiqiçi aparmağa. Azərbaycandan ehtiyac yoxdur musiqiçi gətirməyə. Çox möhtəşəm idilər, çox. Emilgil də salamlayıram buradan. Qarmon sintezator bazısıdır. Elə Rafael səni də salamlayıram. Canım mənim, konserti sabah sizə göstərəcəm. Canlı oxumaq necə olur, nə cür olur. Baxarsınız YouTube'da. Özdəki 6 saat canlı, 6 saat canlı. Aliyə xanım, əlbəttə. Surgutda Akstafa toy cəmatı lap çoxdur. 25-i toyum. 25-i var, deyəsəm bir dəqiqə. Aprelin 25-i, baxım görüm. Ay dostlarım. Yoxsa, yox. 25 neçənci gündür? Hüzürləri düşdü də, Surguta gəlirdik. Hüzürləri düşdü, beyləri bizdədir. Boşuq. Boşuq. Ay yox, 25-i zanitəm. 25-i zanitəm, 26-sı bahalı rəqəmdə özdə. Hələ ki, şeydir, 26-sını pozduq. 26-sı aprel bahalı rəqəmdə çox toy gəlmişdi. Sadəcə bunu götürmüşdüm. Bu da hüzürləri düşdü. Allah rəhmət eləsin. İndi başqa vaxt hüzür çıxsın 40 zadandan sonra eləyərlər. 26-sı aprel boşuq hələ ki. Amma 25-i zanitəm. 28-i zanitəm. 30-u zanitəm. 10, 11, 12 zanitəm. 15 zanitəm. 17, 18, 19 zanitəm. Yadımda qalanlar bunlardır. Belə. Maşallah, maşallah. Çox sağ olun. Allah həmişə toy qismət eləsin. Bu dırnaq yaxşı qalmır, düz deyirsiniz. Kəstirəcəm bunu təmiz. Ümumiyyətlə, dırnaqdan azad olacağım. İşdə görəmirəm. Bu xrustal stəkanın birini qırmışam. Qanım qaralıb. İçin deyir, fəsaddır, bircə doğmamısan. Gör ay dostlar, gör məni nə ilə qınıyır. Ayıb olsun sənə. Yüzər, mamam oğuldur. Müşfiq bəy, hələ yox. Az qalıb, çox az qalıb. Mən də sizi çox sevirəm ay dostlar. Mənim haqqımda harada negativ nə yazılırsa, pis nəsə yazılsa, bilin ki, vicdoğanla ağzəyir göz çaşdı. Bizim başqa düşmənimiz yoxdur. Əyrıqılça kimdir? Sən gecikmisən ki, 79. Toyuma gələrsiniz, əlbəttə gələrəm. Elə işimiz odur da, çox uzun dırnaq. Bunu ilk dəfə də elətdirdim dostlar. Mən xoşlamırdım çox uzun dırnaq. Nədir bu? Yaxşı şey deyil. İstədim bu dırnaqda işləyən qız biraz pul qazansın. Adi dırnağı ellər 60-70 manata. Bunu elədi 120 manata. Puldan deyiləm, prosta nə bilim. Hələ bu öz şeydir, nə deyirlər ona belə, üstdən nazik olsun deyə eləyirlər, görürsünüz. Bahadır, burada çox bahadır. Siz yorulmadınız vicdoğan deməkdən. Təkrar biliyin anasıdır canım. Sən yorulmadın eyni ərdə oturmaqdan. Yorulmadın hər gün yemək yeməkdən. Elə şeylər var ki, onlar bizim mənəvi qidalarımızdır. Ondan yorulmaq olmur. Yox. Mən Azərbaycanda olmuram, yox. 4 il yarımdır, 5 ilə yaxındır artıq. Çıxmışam. Əcəb edib deyirsiniz. Əlbəttə, sən mən quyruğumu tapdala, elə bil ki, bir ay danışıb dayanacam. Xeyr ola. Gediriksə, ikimiz də getməliyik. Özdə mənim sözümü təzəlikcə bu bəzi qızlar bir-birinə, o ona cız deyir, bu buna cız deyir. O mənim sözümdür. Yadınızdadır, Ayət İmam Əliyevlə bir gün Gülvari polemikamiz olmuşdu. Orada komment yazmışdım, axırda yazmışdım ki, cız. Yadınıza salın. Məni yaxından izləyənlər bilir. Ondan sonra bəzi müğənnilər mənim sözümü başlayıblar işlətməyə. Halal xoşunuz olsun. Ev yoxdur. Bir də mənim, məsələn, Hodri meydan sözüm var. Sonra mənim bir sözüm var idi, afət, səhviyyət, məhviyyət. İndi bunu tam işlədə bilmirlər. Onlar da öz adlarına uyğun belə bir şey istəyirlər. Slogan kəşf eləsinlər. Alınmır. Dostun deyir, az olar. Mənim dostlarım xarakterimə görə çox vaxtı bəy əfəndilərdir.
Ən yaxın dostum da ailəmdir. Bic mahnısı. Əslində var idi elə bir mahnı, prosta hələ saxlayıram məhərrəmlikdə. Biraz sağ solunu düzəltmək lazımdır. Çalış, yaxşılıq et, çünki müvəqqəti yaşayır. Bəli, Samirə xanım, yaxşılıq eləmək lazımdır. Kiminsə haqqına girmək olmaz, kiminsə ailəsinin arvadını göz yaşlı qoyub ərindən pula görə bir bala doğmaq olmaz, düz deyirsiniz. Hansısa müğənninin mahnısını oxuyub özünü də üzdən irağa söydürmək olmaz. Bəli, düz deyirsiniz, o olmaz. Səni yaxından görmək istəyirəm, belə ən yaxın budur. Düz deyirsiniz, belə lazım deyil, o da qadındır. Qadın olan kəs qadın adına layiq hərəkət eləyər. Hələ bir deyir, pis oynadığın getmir, barmaq da şıtladırsan. Özümü söydür ondan. Sonra da hələ ged özümü, məsələn, orada-burada səhifələr açdır, ağzına gələni yazdır. Sonra deyir ki, mən neynirəm ki? Olmaz. Qadın deyildir, o üz qarasıdır. Bəli, canım, bəli. Nə bircidir o Dolça. Bircə inanırsınız ki, mən inanmıram. İron nədir adı? Fake profillərin adını da oxuya bilmirəm. Özünüzə bir ad qoyun da. Sağ olay Tural bəy, sağ olun Elman bəy, var olun. Həyat qısadır. Elədir canım, elədir, həyat qısadır. Deyin, kimdən gedir söhbət? Studiya 01, Bic Doğandan. Bakıda toya qoyurlar, başqa şey yox. Ancaq toya. Sizi sevirəm, çox sağ olun. Sizin simanıza deyir, yaraşmır, deyir, gözəl xanım. Ay canım, o da yaraşıb-yaraşmamaqdan keçib, çox dözdüm. Bir şeyi ürəyinə atanda o sənə təsir eləyir. Onu sən çıxarba bir yaranı sağaltmaq üçün yaranın gözünü açırsan, irinini boşaldırsan. Mənim ürəyimdə niyə qalmalıdır ki? O uşağa pis zərbə. Cəhənnəm olsun. Ana fikirləşsin uşağını. Mən niyə fikirləşirəm ki? Mən düzəm. Məni söydürməyərdi. Faktlarım var əlimdə. Azərbaycandan niyə getdim? Ailə qırdım, köçdüm canım. Yox, niyə küsürəm ki? Ora vətənimdir. Mənə lazım olanda küssəydim, gəlib oğlumun toyunu orada eləməzdim ki. Gəldim oğlumun toyunu elədim, gəldim evimi də təmizlətdim, gəldim işlərim var idi, sənəd işlərim, onları gördüm. Yenə də toylar başlayanda çıxdım, gəldim. Mühakimə ağır məhsul, düzdür. Bildi ki, bir doğanların adamı. Həyatınızda mən... Dostlar, birinci mənim fikrim budur ki, insan canı sağlamsa insanın. Ay Rusik, mən demirəm ki, məni kimsə sayır, kimsə məni saymır. Mənim verilişimdir. Verilişimdə də mövzudan danışmalıyam. Deyirəm, bic doğmaq olmaz. Bic doğanlar tərbiyəsiz, əxlaqsızlardır. Bunu deyirəm. Mən indi burada kiməsə söz atıram. Doğma, çinmə batmadı. Doğma olmadı. Mən də burada kiməsə söz atdım. Səbəbini də deyirsiniz ki, məsələn, siz bilirəm, deyirsiniz ki, filan kəs bic doğub, özünüz yazırsınız. Bax, kim bic doğub yazın. İndi doğmasın, özünüz sizə yazın, sonra da mənim boynuma qoymaq istəyirsiniz. Mən burada ad çəkdim ki, hamı mənə yaxşı yazır, bəli. Bir-iki pis yazan var, görürsünüz, blok eləmirəm. Bic doğanın adamıdır, ağzı ərgöz çaşın adamıdır. Mən işimdə görmürəm ki, mən hər gün toyum. Kimdə var, aprel ayına 17-18 toy? Heç kimdə. Özdə kifayət qədər normal, ciddi bir rəqəmdir. Niyə paxıl oluram? Bic doğana paxıllıq eləmək ən axırıncı insan olasan gərək. Niyə əl çəkmirəm? Yaxşı eləyirəm. Bəs mən bu yola başlayanda bildirdim bic doğana. Dedim, əl çəkməyəcəm, ağıllı. Həmişə də danışacağım, həmişə. Xoşun gəlmir canım, məni blok elə çıx. Emin Cəfərov yazır ki, siz çox hörmətli xanımsınız. Çox sağ olun, özünüzü gözə gətirməyin. Sizdən mənə göz dəyməz. Yox canım, hinduşka ilə kruşkanı səhv salma. Onun işi başqa məsələdir. EPHAP 4. Onun girin Google'da araşdırın, görün işi nə ilə bağlıdır.
mənim işim o məsələdən deyil. Məndə 2 arvadın davasıdır, orada 2 arvadın davası deyil. Orada başqa məsələdir. Maddələr ayrıdır. Məndə 148-dir. Adını yazdığınız xanımda 170 nə bilim neçə başımda çıxmır. Yəni ayrı-ayrı şeylərdir. Siz savadsızsınız, ona görə də induşka ilə kruşkanı səhv salmayın. Mənə savadlı izləyicilər lazımdır. Savadlı da söhbət ondan getmir ki, universitet bitirəsən. Yox. Hinduşka ilə kruşkanı ayrı eləyə bilsin. Ay balam, onun ərim var idi ki də, elə də yazırsınız. Elə sizi tırkalayan o cür adamları. Yox, bilirəm canım, mən fikir vermirəm, əlbəttə. Bir doğmaq nə deməkdir? Görürsünüz, hələ də bilməyən var. Tərifini deyim də, başqasının ərindən uşaq doğana bic doğan deyirlər, qısa konkret. Fərqi yoxdur, başqasının əri familiyada verə bilər, qorxusundan verməyə bilməz, axı, tutub qulağından çəri basacaqlar. Qanun deyir, gəl, uşağı doğuzdurmuşsan, verməlisən. Doğuzdurmuşsan, doğuzdurmamısan, fakt bu adamla sənin ünsiyyətin olub, gəl, sinənə çək. Amma bir dənə də belə son vaxtlar tərif yaratmışam ki, başqasının ərindən uşaq doğana bic doğan deyirlər. Doğulana da bic bala deyirlər və bədə-bədə yaxda görürsünüz, başqasının əri ortaya çıxmır. Və ona da nə deyirlər? O tərifin adını yazın. Uşaqlarına ortaya çıxıb sahib çıxa bilməyən ataya nə deyirlər? Yaş görün deyir, Paxıl xanım oxşayır. Yox, Allah'a şükür, canımız sağlam. Ən gözəl ailələrdən biri məndə. Ən gözəl can sağlığı, ən belə sapasağlam maşallah məndə. Ay sağ ol, ay sizi öpürəm ya, başınıza dönərəm. Mən o şeyləri danışa bilmirəm, deyə bilmirəm. Spama da düşərəm. Əslində qeyri-etik deyil, etikdir yazdıqlarınız. Amma ki, öpürəm sizi. Bəh, bəh, bəh. Mən ikinci ailəmi 42 yaşımda qurdum, ailə qurdum. Kimisə gizlin, kimisə əri deyil canım. Ailə qursunlar, ailə. Bəli, bəli, öpürəm siz, nə gözəl sözlər yazırsınız. Hə. Niyə ki? Təkrar biliyin anasıdır, nə deyirəm ki? Yox, Esmira xanım, Esmira da Elmiradır. Arvad uşağı məndən əvvəl olub da. 40 yaşında kişinin subay olmağı da normallıqdır axı. Subay ola bilməzdi. Yəni necə subay? O vaxta qədər subay qalmağı da normaldır axı. O vaxta qədər özdə bir yox, 2 dənəsini boşuyub. Alfonsa gedənə nə deyirlər? Ailə qur da, Alfonsa get, nəyə gedirsən, get, öz ərin olsun, heç nə olmaz. Yox canım, kimisə ərin əlindən almamışam. Boşanmış adam idi. Əlbəttə qızı 100 istəyər, 101-ciyə də gedər. Məni 100 nəfər sevə də bilərdi. Aha, gəldi, ağzı əv göz çaş gəldi. Allah'ın olsun bu odur. İri hərflərlə yazanda bilin ki, əyri qılçadır. Xırda hərflə yazanda bilin ki, şeydir, bic doğandır. Boşanmışa getməyib, bax, ay Sevgi xanım. Kimdir ki boşanmış? Ben niyə çıxmadı ortaya boşanmış idisə? Bilirsən nə deyib? Deyib, mənim ailəm var, uşağım var. Bu deyib ki, afət deyir, belə-belə, gəl yanımda dur, denən ki, bax, əri mənəm. O da deyib, sən başın çatmır, ha. Az indi piyan olub gəlmişəm, özün üçün uşaq doğumsan, mən niyə bu zirzibilə qatırsan? Deyib, elə deyib, hə, deyib, dasvidanya, çıxıb açıqlama verəcəm ki, fisyo. İndi onun acığına ərə getmək istəyir. Prosto qarşı tərəf hələ almır. Hələ bunun pulunu yiyirlər. Almır. Vallah billah. Bir pis yerə ilişib pullar gedir. Tikinti adı ilə pulları yatırırlar ora. Hələ qarşıda işlər var. Bizim verilişimizdə eksklüziv xəbərlərdir də. Yoxsa bu səni çox sevirik, çox sağ olun. Bu da belə gündəmdə qalır. Bacarına baş qurban. Bic doğmuram ki, bic doğmaqla gündəmə gəlmirəm ki. Hərə bir şeylə gündəmə gəlir. Eləsi var bic doğur başqasının ərindən. Eləsi var padruqasının ərindən hinduşka kebab yeməyə gedir. Belə şeylə gündəmdə qalır. Mən də yazıq canım, Afət TV-mi açmışam buradan. Yazıqdan nə istəyirsən? Mən nə istəyirəm ki? Deyirəm ki, məni niyə söydürmüsən? Aha, ra. Kimdir o?
Kəndçi. Yaxşı eləyib kəndçi. Bax, böyük hərflərlə. Bax, keçmişə, əlvida 22. Görürsünüz, böyük hərf bu. Ağzı əri göz çaşdı. Bu vicdoğan deyil, dostlar. Mamiyyət mənim həyat yoldaşımdır. Zaqqıslı zaddır. Bizdə o molla kəbini zad, bizdə elə şeylər yoxdur. Bizdə keçmir elə şeylər. Bizdə hüquqi məsələlər keçir. Bunları hardan bilirsən? Show biznesin düz ortasından bütün xəbərlər də mənə gəlir. Mənim danışdığım ancaq show biznesdəndir. Başqa işlərdən başım çıxmır. Bezdik deyir bu söhbətlərdən. Canım mənim, EPUB 4 də şeydə, ağzı əri göz çaşdı. O yazır, məsəl üçün, V hərfi ilə yazır. Məsələn, biz deyirik ki, ananın, o deyir anavın. V ilə yazır, böyük hərflərlə, bax belə. Sənin işin gücün yoxdur, işim gücün budur. Sizdə yox canım mənim, mən qələt eləyərəm, bizim nəsil kökdə yoxdur bicdoğan. Bir nəfər uzaq qohum var, bicdoğub, ona görə bu mövzunu mən abardandan məni istəmir. Oğlumun toyuna da düzdür çağırmışdım, qohum əqrabaya zəng vurub deyib, gəlin getməyək, boykot eləyək. Qohumlar da ona deyib, ged işinlə məşğul ol, sən kimsən? Sən zaten orada yerin yoxdur. Özü gələnmir, axı ortaya çıxa bilmir, çünki bicdoğandır. Allah heç kimi üzqarı eləmir. O, milli show gəldi. Milli show. Yeni bir mövzu gündəmə gətirmişəm ki, siz necə baxırsınız izləyicilərə deyirəm. Azərbaycan xanımları əllərində davul piyan kişilərin içinə girib davul adı ilə saz çalanlara pul yığır. Buna necə baxırsınız saz çalanlara? Sazı götür özün gir pul yığ da, gərək bu xanımları piyan kişilərin içinə salasan. Pis görünür. Sonra gələcəkdə o xanımlar, baxmayın o YouTube'da, Google'da oturur o videolar, peşman olacaqlar. Etməyin xanımlar. İmkan verməyin sizi o cür istismar eləsinlər. Özdə o pulları da əllərindən alırlar. O xanımlara çatmır o pul. Yüngülvarı ilə belə cüzi pul verirlər. Mən saççalam çörəyini qazanır da. Bir də bu xanımı gətirib o piyan kişinin içərisinə o cür. Bir buna pis baxıram. Bir də toyda stollara gedən xanım müğənnilərə deyirəm ki, bizim sənəti gözdən salmayın. Çox pis şeydir. Gedin xaşxanalarda kişilər oturub xaş yeyəndə, gedin stollarda o qədər oxuyun ki, stollarda. Siz gedirsiniz, mən getməyəndə mənə problem yaradırsınız. Söhbət budur. Bu yaxından bir kişi ilə o cür davamız oldu. Mənə deyirsən, filan kəsdən artıqsan, stola niyə gəlmirsən? Dedim, bəli, artıqam. Səni dedim, stola nə? Gəl orada deyir, yaxşı pul verəcək. Dedim, ay külü qoyum sənin başına, ged o pula qatıq al, başına yax. Sən pul indi görürsən, mən pulun içində böyümüşəm. Azərbaycanlı olmaq özü ilə milyoner olmaq deməkdir də. Bizim pul nəyimizə lazımdır ki? Bir paçka peçeni bir ay mənə bəs var. Bir paçka peçeni alıb böyrümə qoymuşam, gündə birini yiyirəm, bəs eləyir. Dostlar, bizim insanlar eləyik ki, ac da olan özünü tox tutur da, yəni qürurumuz ona yol vermir ki, özümüzü ac göstərək, ac olan deyirəm, hələ tox olan. Sən niyə bu xanımı gətirib, bu anadır da, evinə çörək aparmaq istəyir, ay saz çalanlar. Özün sazı götür, kişilərin içinə girdə, onsuz da qazanırsan. Bunu gətirib, çubuğu kişinin qarnına soxur. Davulu da çala da bilmir, ritmlə də çıxır. Bunu niyə bu günə qoyursan sən? Yox, ay canım, mənim verilişimdir bu. Mənim nəyimə lazımdır. Mən burada bir müğənni kimi danışmıram. Mən jurnalist kimi danışıram. Solmaz sizin qohumunuzdur. Yox canım, mənim Solmaz addır. İnsanın qəlbi tox olmalıdır. Mən elə kasıb ailə tanıyıram ki, Allaha and olsun, onun dünya malında gözü də yoxdur. Özü çox vaxtı mən sizə bir söz deyim, inciməsin varlılar sözümə görə, hamısına demirəm. Bir çox hallarda belə deyim də, sözümü elə deyim ki, məni sonra qınamasınlar. Bir çox hallarda mən sınamışam, bax, biz imkanlıydıq uşaq vaxtı. Qonşumuzda bir kasıb ailə var idi. İnanın Allaha ki, məsələn, bizim evdə bu vaxtı Fanta Cola zad olurdu da, Snickers, şokoladlar təzə çıxanda. O kasıb qonşunun bir dəfə tamahı düşmürdü o şeylərə. Amma onların evində bir şey görən ki, mən gəlib deyirdim, ay mama, mənə onu al. Psixoloq cavab vermir əşi. Mən ailəli xanımam, Milli Show yazıb Kafət xanım. Psixoloq sizə cavab verir. O psixoloqa mən direktdə, o vaxtı mənim fanatlarım
bir müğənni ilə məni müqayisə eləmişdi Milli Show. Xahiş edirəm bunu yayımlayın. Deməli dostlar, bir dəfə mənim fanatlarımda səhifədə gördüm ki, bir müğənni ilə mənim təbii görünüşümü yan-yana qoyub, indi o müğənni düzdür, təpədən dırnağa əməliyyat içindədir, yenə də özümə yox, heç tozuma çata bilmir. Təbiilik başqa şeydir də. Təbiilik, yəni, çünki bunun rəssamı Allahdır, o birisinin rəssamı cərrahdır. Cərrahın yaratdığı elə-belə məsələdir, amma əsas gərək Allahın yaratdığı olsun. Nəysə, müqayisə ediblər ki, bu afətin təbii halı, bu da bunun təbii halı, bu psixoloq da o vaxtı bizim bu videonu yan-yana qoyub öz aləmində belə bir açıqlama vermişdi ki, qadın qadını alçaltmaz. Mən də o psixoloqa səs atmışdım ki, sizin tənqidləri bəyənirəm çox hallarda, bütün hallarda yox. Amma burada mənim günahım yoxdur. Mənim fanatlarım o əməliyyatlı xanıma şər atıb demirlər ki, bu əməliyyat olub. Bu burnu 2 dəfə əməliyyat edib yenə də Buratina'ya oxşuyursa, bunun saçı qaynaqdırsa, sinə yığmadırsa, bu alçipandırsa, filandırsa, bunu mənim ayağıma niyə yazırsan? Bu söhbət buydu. Bu da götürüb indi orada mənim Elnarə xanım haqqında danışdığım məsələni mən ad çəkmədən danışmışam. Bu da cavab verib, özünü öz üzərinə götürərək cavab verir və deyir ki, ay cəmaət, Afət Fərmanqızı, əvvəla 2 nəfər arasında olan səs yazısını ictimailəşdirmək cinayət məsuliyyəti yaradır. Mən istəsəm o xanımı bu dəqiqə aidiyyatı orqanlara şikayət eləyərəm də və qanunla mən hüququmu tələb eləyib, haqlı olduğuma görə qalib də olaram. Amma xanımdır, mənim onun elə aqressiyam yoxdur, amma səhifələrimi vurdururam, buradan deyim, ha. Yox, səhifələrimi vurdururam müəllif hüququmdan. Artıq işləmlər gedir. Onun səhifələri və görürsünüz açdım dedim. Pislik eləmək istəmirəm. Ya mənim videolarımı götürməli, ya onun səhifəsini, Zamiqin səhifəsini necə uçurtdum, onun səhifəsini də uçurdacam. Biraz pul xərcləyib uçurduram. Çünki o işləmləri yazı, elə İngiliscə yaz filan, o işləmlərin hamısı şeydir, belədir. Nəyi deyirəm? Yəni hüququ, müəllif hüququmla. Bu şeylik deyil, qanunsuzluq deyil. Hə, səhifəni vurdururam, səhifə gedir. Dediyim nədir? Qaldı ki, o xanım Elnarə xanıma cavab verib, Elnarə xanım haqlı olduğu halda. Mənim düşüncəmlə Elnarə xanım haqlıdır. Elnarə xanımın dediyi mənim bir qohumumun başına gəlmişdi. Elnarə xanım nə deyir? Elnarə xanım deyir ki, ay ev xanımları, mən bir yaxın tanıdığım adam WhatsApp-ında bir şəkil qoyub belə. Bu şəkili kim görür? Anası, bacısı, atası, nə bilim, yaxın ailəsi. Bunun anasının işçisi, bunun WhatsApp telefonundan bunun qızının şəklini götürüb dostlar. Öz sevgilisi oğlana göndərib. Oğlan bunun profilini tapıb ona yazıb ki, şəklini ictimailəşdirirəm, pul ver mənə. Bu qız özünü öldürmə həddinə çatmışdı. Şükür Allaha ki, qanqaraçılıqlar olmadı. Məsələnin üstü tez açıldı. Elnarə xanım sanki elə bil ki, bu məsələni bilən kimi danışırdı da. Yəni o qədər. Dostlar, Elnarə xanım müğənnilərdən danışmır. Elnarə xanım sosial insanlardan danışmır. Bu xanım Elnarə xanımın danışdığını kontekstdən çıxardıb sizdə fikir ayrılığı yaradır dostlar. Başa düşdünüz? Ona görə də Elnarə xanımın danışdığı hər bir cümlə düppədüzdür. Elnarə xanım bizim bu sənət aləmində o ürəkdə mən ikinci bir inciməsin xanımlar tanımıram ki, öz kəndinə su çəkdirsin. Yeməyindən, içməyindən kəsib də su çəkdirsin. Vallahi show biznesdəki kişilərin eləyə bilmədiyi o işi Elnarə xanım tək xanımlığı ilə eləyən xanımdır. Bizim sənətə də nümunədir. Nümunəvi xanımdır. Buradan öpürəm mən Elnarə xanımı. Nə yaxşı bizim Elnarə xanım kimi əxlaqlı, ədəbli, ərkanlı xanımlarımız var ki, biz bu sahədə müğənniyik deyəndə utanmırıq. Amma nəinki başqaları var, bic doğanlar zadında, onlar da müğənnidir, biz də müğənniyik. Bəli, gör Rızayev yazıb ki, halal olsun. Yəni, bu psixoloq xanım sizdə Elnarə xanımın dediyi cümlələri kontekstdən çıxardıb elə izah eləmişdi ki, sizdə Elnarə xanıma qarşı nifrət yaranırdı. Mən ona bir aparıcı kimi fikir bildirdim ki, dostlar, Elnarə xanım emosional danışa bilər. Öz Elnarə xanım öz övladını misal çəkir ki, qızıma deyirəm, get evin içində, yəni, neyirsən blogerliyi və Elnarə xanım başqasından işi yoxdur. Özünə tətbiq edib misal çəkirdi ki, bu budur, bu budur. Kontekstdən çıxartmaq lazım deyil.
Yox, Elnarə xanım su çəkib deyə deyir, belə deyir. Nə deyib ki? Dediyi cümlə nədir ki? Millətə deməyib, ay xanım. Elnarə xanım öz övladından danışıb, misal çəkib. Millətə nə deyib ki? Görürsünüz, provokasiya eləyir. Ay dostlar, mən bilirəm 1200 nəfərdən 1199 nəfər Elnarə xanımın tərəfində düz yazanlarsınız, baxın. Mənim çörəyim gəlmir Elnarə xanımdan, suyum gəlmir. Bu kişinin qızını gəlin qoruyaq da, belələrinin ayağına verməyək də. Bu adam səhifəsinə abunə yığacaq deyə Elnarə xanımın fikrini kontekstdən çıxardıb, hətta insanın ağzından mexaniki özü də bilmədən tutaq ki, belə demək istəyirsən, fikrini səhv yönəldə bilərsən də. Bunu mən özüm üçün deyirəm. Axı, sən görürsən ki, bu Elnarə xanımdır danışan. Bu Elnarə xanımdır. Sən bunu başqa yerə yozanmazsan. Hətta danışdığı cümlə tutaq ki, deyirəm, misal çəkirəm. Belə də yoza bilsən, belə də yoza bilsən, sən yaxşıya yozmalısan. Çünki bu Elnarə xanımdır, bu başqası deyil. Başqası deyəndə digərləri mən sizin bilirsiniz də, ağı qaradan ayıra bilirsiniz. Bu ağzıya göz çaş deyil. Padruqasının ərini hinduşka kebab yeməyi adı altında aparıb yoldan çıxardan deyil. Bu bic doğan deyil. Bu Elnarədir. Elnarə Abdullayeva kişi qeyrətli xanımdır. Ay canım, müğənnidir, gül verərlər, öpəm. Mən o vaxtı belə bir şey deyim. Biz müğənniyik, müğənniləri biri gələr əlindən döpər, o hörmət əlamı. Elə hər xanımın əli öpülürmü? Hər xanımın əli də öpülmür. Nəysə, özünüz də bilirsiniz ki, mən düz deyirəm. Özünüz də bilirsiniz ki, Elnarə xanım düz deyir. Çox sağ olun. Bilirsiniz necədir? Hamını hamı tanıyır, qəşəng tanıyır. Bir-iki səhifə admini var ki, səhifəsinə bax. İndi bu şeyə xanıma deyirəm ki, özdə mən o xanımın bəyəndiyim tərəfini də deyim. Məsələn, görürsünüz, üzü başı yerində xanımdır. Yəni, Azərbaycan xanımına yaraşan görkəmi var. O da eləyə bilərdi də, dodağını şişirdər, belə. Görürsünüz necə ədəbli, ərkanlı, geyim olsun, danışığı da savadlı, hamısını da yaxşı tərəflərini. Ona görə də mən o xanıma mənim direktdə ona dediyim həm tənqidi, həm tərifi fikri, iki nəfərin arasında olan gizli səsi mənim icazəm olmadan yayıb, düzdür, savadlı olsa da bu sahədə savadı çatmayıb ki, onu yayımlamaq cinayət məsuliyyəti yaradır, mənim icazəm olmadan. Bəlkə o mənim ailəmdə böyük bir faciəyə səbəb olurdu. Sən onu mənim ixtiyarım olmadan niyə yayımlayırsan? Dediyim odur ki, dostlar, nə yazıb biri burada? Amma mən onu pis də qəbul eləmədim. Sadəcə siz burada sual verdiniz, Milli Show deyəsən sual verdi. Cavab verirəm ki, yox canım, mən rüşvət almıram, mən şabaş alıram, şabaş toylarda. Mən aparıcıyam, aparıcı kimi də gündəlik show biznes xəbərlərini burada şərh eləyirəm. Seva xanım, biomezo elətdirə bilər də, Elnarə xanımın nə silikon dodağı yoxdur. Olsa da yenə müğənni də eləyə də bilər. Bunun əxlaqi dəyərlərə nə dəxli var, nə aidiyyatı var ki? Mən görürsünüz o, nədir qızın heç adını da bilmirəm, psixoloqun. Mən görürsünüz onun da yenə bir gözəl Azərbaycan xanımıdır, o da bizim Azərbaycanımızdır. Sadəcə olaraq digər müğənnilərlə o Elnarə xanımın mən düşünürəm ki, Elnarə xanım dediyini kontekstdən çıxardıb, özünə sərf edən formada deməməlidir. Bu mənim şəxsi fikrimdir. Şəxsi fikrimdir, bu qədər. Mən də bunu bir jurnalist aparıcı kimi danışıram, bir müğənni kimi yox. Başa düşdünüz? Çox istəyirəm səni. Sağ olay Gülnar xanım. Mən burada müğənnilərdən danışıram. Mənim nə dindən başım çıxmır, nə siyasətdən. Mən ancaq show biznesdən danışıram. Salam, salam gözəlim. Sağ olun, sağ olun. Sadəcə danışır. Yox, Elnarə xanım pafosla emosional danışır deyə Elnarə xanım sizə demir onu canım. Evdar xanımlara deyir ki, evdar xanımlara ki. Mən sizə deyirəm, bir evdar xanımın başına bu yaxından gəlmişdi. Öz yaxınına səs atır, işçisi götürür bunun buradan şəklini. Sonra bunu şantaj eləməyə başlamışdı. İş tez bağlandı, nə mənada. Bunlar öz aralarında barışığa gəldilər, iş böyümədi. Aha. Milli Show, qayd elə də bunu, Milli Show'ya deyirəm. Mən Milli Show vasitəsilə o psixoloq xanıma deyirəm ki, ay psixoloq xanım, əvvəla Elnarə xanımın danışdıqlarını kontekstdən çıxardıb, insanlarda Elnarə xanıma qarşı agresiya yaratdığın açıq aydın oradan görünür. Çünki Elnarə xanım deyir ki, birincisi öz
özününkindən misal çəkir. Deyir ki, xanım ailəsinin xanımı olar. Burada hansı səhv fikir var ki? Ay dostlar. Bu bir. İkincisi, dostlar, həmən psixoloq xanım mənimlə bir müğənninin müqayisəsini aparan bir səhifədən mənimlə o müğənninin təbii halımızı yan-yana qoyub müqayisə aparıblar. Bu psixoloq xanım götürüb bu vaxtı bizim bu videomuzu mənim ayağıma yazaraq yazıb ki, Afət Fərmanqızı bir xanımın təbii görünüşü ilə onu alçaldır. Sözündən belə çıxır. Ay xanım, onun təbii görünüşü onu niyə alçaltsın ki? Başa düşmürəm. Onun təbii görünüşünü mən yaratmamışam ki, mən də alçaldım. Allah nə cür yaradıbsa, sən onu alçaldan birinci, onun təbii görünüşünə alçalmaq deyirsən. Bu bir. İkincisi, təbii görünüşündən utanan insan özü bilər. Onda mənim günahım yoxdur. Mən də ona səs atdım ki, sizin bəzi tənqidlərinizi bəyənirəm, qarşıma çıxır da. Amma bu məsələdə haqsızsınız. Bu götürüb mənim bu səs yazımı deyir. Afət xanım deyir, sizin tənqidlərinizi bəyənirəm. Bəs onda sonraki yazışmaları, danışıqları niyə paylaşmırsan? Elə buradan deyirəm. O məsələdə haqsızsan. Məni müqayisə eləmişdi. Nə kiminləsə ki, güya mən kiminsə təbii görünüşü ilə onu alçaldırım. Təbii görünüşü odursa, o niyə alçalır ki? Bu bir. İkincisi, ay savadlı psixoloq xanım, siz bilirsinizmi ki, iki nəfər arasında olan səsləşməni mənim icazəm olmadan sənin ictimailəşdirməyin səndə cinayət məsuliyyəti yaradır. Yəni, mən istəsəm sənin aidiyyatı qurumlara şikayət eləyərəm, sənə cinayət çaşdıraram qanunla. Ona görə ki, sən mənim icazəm olmadan mənim səsimi, hələ deyirsən ali təhsilliyəm. Ali təhsilli insan bilməlidir ki, qarşı tərəfin icazəsi olmadan onun səsini ictimailəşdirə bilməz. Bəlkə sənin ictimailəşdirdiyin o səs mənim evimdə faciəyə yol açır. Bu bir. İkinci də ki, mən ad zad çəkməmişəm. Mənim danışığımda nə ad çəkilməyib, nə bir şey, sən götürüb yuyulmamış qaşıq kimi, ay xanım, orada belə bir mənim ünvanıma, mənim səsimi qoyub deyirsən, Afət xanım deyir, səni izləyirəm. Səni qabağıma çıxırsan izləyirəm. Amma mən səni şikayət eləməyəcəm. Çünki mənim ona vaxtım da yoxdur, həvəsim də yoxdur. Mən o şeyləri eləmirəm. Mən sənin səhifəni hüququmla səhifəni vurduracam. Mənim ona hüququm çatır. Qanuni şəkildə. Qanun deyir ki, müəllif hüququ deyilən bir şey var. Müəllif hüququmla öz profilimdən sənin profilini şikayət əsasında sildirəcəm. 3 dəqiqə ingiliscə işləmlərimi. Sabahınız xeyir olsun. Şey elə bildiniz, o dünənki səhifəni. Всё. Mənim profilimin şeyi var da sizdə. Adı nədir? Parol. Yaxşı. Gözləyirəm qadasını alın. Biraz cəldləşdirin. İstəyirsiniz 2 nəfərin də orada videoları var. Onları da göndərim. Onların da səhifəsindən, adından eləyək. Yox, eminlə mən şey istəmirəm. Bütün səhifə istəyirəm getsin də qadan alın. Çünki o mənim haqqıma oca ikinci dəfədir girir. Yaxşı. Oldu qadasını alaram. Oldu, çox sağ ol. Hə, bu Arif bəydir, Türkiyədə yaşayır, mənim menecerimdir. Arif bəy buradan salamlayıram. Mənim işləmlərimi aparır, İngilis dilində o bilir deyə, aidiyyatı yerlərlə o yazışır mənim əvəzimdən. Davernus da verim, ona etibarnamə vermişəm ki, mənim bu işləmlərimi görsün. Burada gizlin bir şey yoxdur. Zamiqin səhifəsində vurdurduğum kimi bunun səhifəsində vurduracam. Bu gündən sonra mənim icazəm olmadan, mənim əleyhimə, xalqın gözündən məni salmaq amaçlı videolar çəkən, videolar paylaşan bütün səhifələri vurduracam. Bu dırnaqları dəyişim. Baş üstünə dəyişərəm. Sizin sözünüz yerə düşüncə düşmənin boynu sınsın. Milli şounu kim işlədir? Allah'ın da olsun tanımıram. Yəni üzbəyüz də tanımıram, heç adını da bilmirəm. Bu niyə Allah'tan qorxmur? Allah'tan vicdan qorxsun, Allah'tan haqqa girən qorxsun, Allah'tan kiminsə arvadını göz yaşlı qoyub, onun əxlaqi dəyərləri o xanım nəzərə alaraq çıxıb həyasızlıq eləyə bilmir ki, ay haray, ərim əlimdən alıblar, ay haray. O xanımın göz yaşlarını göz yuman, bic doğanlar Allah'tan qorxsun. Mən niyə qorxmalıyam ki? Kimi sərin əlindən almamışam, almışamsa çıxsın ortaya. Mənim ərimin məndən əvvəl boşadığı xanımlar çıxsın ortaya desin, ərim əlimdən almısan. Buradan çağırış eləyirəm.
Hələ biri ilə özüm hərdən bir bayramlaşıb eləyirdim. Sonra dedim, yoldaşım icazə verməz, eləməz deyə daha, yəni. Mən çünki ərə gəlməmişdən əvvəl onun boşadığı adamları tapıb araşdırmışam. Görüm nəyin üstə boşanıblar. Nədir? Yəni bu cür kontaktımız yaranmışdı. O yazıq da nə dedi? Dedi ki, ayrıldıq. Sevmədi məni, ayrıldıq. Всё. Gördüm ki, bu nə deyib, o da düz deyib. Mən ailə quranda da o kişinin ayrıldığı arvadları axtarıb tapıb ayrılmağın səbəbini soruşuram. Kişinin qızı da dedi ki, vallahi məni sevmədi, məndən ayrıldı. Buradan salamlayıram o xanımı da. Ona görə ki, düppədüzünə danışdı. Durub pisləmədi, eləmədi, yalandan demədi nəşəxordur. Axı, bizdə çox vaxt boşananda deyirlər, nəşəxordur, budur, pisdir, alfonsdur, budur, demədi. Mən dalaşanda demişdim düzdür. Amma o demədi. Dedi ki, məni istəmədi. Və salam, şüd, tamam. Görürsünüz, özümdən danışıram ki, kimdənsə danışıb haqqına girməyim. Afət xanım, sizdən gözəl hüquqşünas olardı. Mən zaten məni hüquqşünas eləyiblər, ay dostlar. Məni 22-ci ildə, mən bilmirdim də, bu məhkəmə zad məsələsi bilmirdim. Bu məhkəmələrdə artıq o qədər bu şeyləri belə danışmışıq ki, indi yox o vaxtı da, indi artıq şükürlər olsun hər şey, belə deyim ki, o şeyləri artıq öyrənməyə ehtiyac yoxdur da, artıq bilirəm, mükəmməlləşmişəm. Afət xanım, Sankt-Peterburqa gələndə deyən sizi görmək istəyirəm. Bu sezon nə qədər istəyirəm kənar yerlərə toy az götürüm, yenə də çox gəlir. Moskva xaraşo, nə mənada? Yollar yorur. Çox sağ olun. Yox, anasız böyüyüb Allah anasına rəhmət eləsin. Kimi deyirsinizsə, ölənə rəhmət düşür. Amma o dediyinizin anasının ölməyə, o dediyinizin etdiyi hərəkətin anasının ölməyə ilə heç bir əlaqəsi yoxdur. Ana ölüb deyə bala gedib başqasının arvadının göz yaşlı qoymalıdır. Temboli anasızlığın nə olduğunu bilən adam heç bir ailəni anasız qoymaq olmaz. Olmaz. Haqqa girmək olmaz. Salam gözəl xanım, çox sağ. O qədər gözəl sözlər yazırsınız, çıxa bilmirəm.